Laçındayıq əziz dostlar. Həkəri çayının sahilindəyik. Prinsipcə bir dəfə bura Bakı Abadlıq Xidmətinin xətti ilə gəlmişdim. İkinci dəfə Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericiliklə iş şöbəsi rəhbərliyi ilə gəlmişik. Siyasi partiyalar burada iştirak edirlər. Qeyri-hökumət təşkilatları var, jurnalistlər var, internet televiziyalarının rəhbərləri var və mən də buradayam. Və burada deməli gözəl bir mənzərədir. Şükür bugünə Laçın bizimdir artıq. Sözün bütün mənalarında mən Laçını illər əvvəl kadrlarda görmüşdüm. Çalışdığım televiziyanın kadrlarında, Aynesin kadrlarında və onda həkəri məncə belə axmırdı. Və bugün Laçın tamamilə fərqli bir çalardadır, fərqli bir rəngdədir, azaddır Laçın, nəfəs ala bilir və çox maraqlı bir hava var burada həm də. Həm təbiətin gözəl havası var, həm də bir siyasi ab-hava var. Yeri gəlmişkən elə xeyli sayda da siyasət adamları var burada. İndi mən onlardan bir neçəsinə yaxınlaşıb fikirlərini almaq istəyəcəm, əziz tamaşaçılar. Çünki Laçında həmişə belə ortam olmuş. Və bugün bizim missiyamız da təbii ki, burada bir reportaj hazırlamaqdır, Laçını hər kəsə göstərməkdir. Çünki 30 ilə yaxın erməni tapdağında olan Laçın bugün dediyim kimi azaddır və burada deməli çox maraqlı bir insanları da biz görürük. Ona görə də mən yaxınlaşıram Mir Mahmud ağaya. Mir Mahmud ağa salam. Salam aleyküm. Sizinlə Laçında görüşmək çox xoşdur. Təəssüratlarınız? Şəhidlərimizin ruhu şad olsun. Ordumuz müzəffər, əsgərimiz qalib olsun. Qazilərimizə Allah şəfa versin. Bayrağımız daim uca olsun. Amin inşallah. Yol boyu da görürsünüz, sərhəd xəttindən də keçdik. Düşmən bayrağını da gördük. Gördük, bəli. Ona görə də bir daha Allaha milyon şükürlər. Şəhidlərimizin ruhu şad olsun inşallah. Amin inşallah. Ordumuz Amin. müzəffər, əsgərimiz qalib olsun. Amin. Amin. Mən sizə təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm və biz burada əziz tamaşaçılar yaxınlaşacağıq Rauf Arifoğluna. Rauf bəy salam. Və salam aleyküm. Laçında sizinlə görüşmək xoşdur. Təəssüratlarınızı bilmək istəyirəm. Laçında olmaq xoşdur. Təəssüratlar möhtəşəm təbii ki. İllər boyu həsrətində olduğumuz torpaqlarımızdır. Hər gələndə eyni həyəcan var burada. Neçənci dəfədir gəlirsiniz? Mən bu Həkəriyə 3-cü dəfədir gəldim. İkinci dəfə də mən gəlirəm. Çox gözəldir Həkəri. Və sizlə bərabər Həkəri çayının perimetri boyunca gəldik və sərhəd buraxılış məntəqəsindən keçdik. Erməni bayrağını gördük. Erməni bayraqlarını oradan keçib gəldik. O Xaçatryan da o körpünün altında tutulmuşdu. Çünki keçən də biz gələndə Şərif ağayar çox maraqlı informasiya vermişdi. Oradan gediblər. Bəli. Azərbaycanı yığmağa qədər işğal eləmək iddiasında olan separatçılar bax oradan qaçıb gediblər. Tarixi bir məntəqəni də görmüş olduq. Hər kəsə qismət olsun, kim ki arzu edir, kim ki niyyət edir. Məqamı da mən mütləq deyim. Mən 1992-ci ilin 14 mayında Laçından çıxmışam. O vaxt Laçın polkunun alayının komandiri Arif Paşanın təkidlə, israrı ilə Məqsəd Nur, mən, bir də İsmail Əliyev var, jurnalistlər olaraq. Biz buradan çıxmışıq və yenidən bu torpaqlarda olmaq çox böyük xoşbəxt. Mən sizə təşəkkür edirəm. Çox sağ olun maraqlı müsahibə üçün və digər siyasət adamlarına yaxınlaşacağım. Tural Abbaslı'nı görürəm. Tural bəy salam. Tamam bakalım. Laçındasıyıq. Laçınla bağlı təəssüratlarınızı istəyirəm bölüşək. Təbii ki, hər dəfəki kimi çox gözəl təəssüratlardır. Ümumiyyətlə Qarabağ işğaldan azad olunan hər bir ərazimiz kimi və bu yerlərin xüsusi imkanları, gözəlliyi, çaylarımız, meşələrimiz və hər dəfə görəndə o hiss yaşanır ki, biz niyə illərlə bunu ermənilərin əsarətində qoymuşuq. Bugünümüzə şükür. Yəni təşəkkür edirik bura gətirənlərdən də və Azərbaycan xalqının bir daha belə dəhtər görməməsini arzu edirik.
İnşallah Amin. gün o gün olsa həmişə dediyimiz kimi Zəngəzurumuzda belə müsahibələr alasın. Amin Çox təşəkkür inşallah. ederim. Amin inşallah. Çok sağ olun Tural Bey. Fezail Bey salam. Salam, sağ olun. Siz necəsiz? Sağ ol, gözümüz aydınlasın da gördük. Laçını da gör. Mən ikinci dəfə görürəm. Siz birinci dəfə mi gəlmişsiniz Birinci yəqin? dəfə diyor. Elə mi? İlk dəfədir. İlk dəfə. Aha. Çok memnunum, hakikaten. Çünkü buradan Zəngəzur'a bir şey yok. Elə mi? Oranın av havasını artık hissediyor. Hiss eləyirsiniz. Amin inşallah. Allah o günü görməyi bizə İnşallah bir qismət şey eləsin. kalmayıp para kilsene gidelim. İnşallah, inşallah. Çox təşəkkür Sağ edirəm. olun. Və burada çoxlu sayda deməli əziz tamaşaçılar, siyasət adamları var, jurnalistlər var və əslən Laçından olan Talih Şahsuvarlı var. Talih, sən təbii ki, səndən Laçın haqqında soruşmağın da yeri bir başqadır. Çünki özün də Laçınlısan. Özümüz burada çox xoşbəxtlik eləyirik. Məmləkətimizə xoş gəlmisiniz. Çox sağ ol və Gözəl sən diyarı. neçə il vətən həsrət çəkmisən. Ata-baba yurdumuzun həsrətini çəkir. Bu günə şükür. Çox şükür. Çox şükür. Aha. Aha. Yusif müəllim, bəli. Yusif müəllim keçmiş eks-deputatdır. Xatırlayıram 98-ci ilin. Ex-Mərkəz Seçki Komissiyası, Bəli. Bütün ekslərdir. ex-dən namzundadır. Bəli Yusif müəllim, sizin təəssüratlarınız? Ex-deputatı, hə. Bəli. Buyurun, buyurun. Çox gözəl səfər oldu oradan da. Bu Adalet müəllimin cənab Hüseyin təşəbbüsü də oradan da. Bugünkü günə yerində oldu. Yəni regional səfərimiz, burada quruculuq, abadlıq işlərinin görülməsi, təbiətin oyanışı vaxtında bura səfərimiz həm də siyasi camiənin bir yerdə olması əlbəttə ki, yüksək səviyyədə belə deyək, tərəmizdən bəyənildi. Var olun. Çox sağ olun, minnətdaram və Arzuxan müəllim, Amib sədri də buradadır, millət vəkilim. Arzuxan müəllim. Xoş hisslər keçirməkdəyik. Laçına mənim ilk səfərimdir əslində. Şükürlər olsun ki, biz gələ bildik, bu torpaqlarımızı yenidən görə bildik 30 ildən sonra. Və bu səfərin təşkil edilməsinə görə təşkilatçılara xüsusi olaraq minnətdarlıq üçün bu Prezident Administrasiyasının siyasi partilər və qanunverici hakimiyyətlə əlaqələr şöbəsinin sayca 6-cı belə bir səfəridir. Siyasi partiya rəhbərləri və informasiya vasitələrinin nümayəndələri, eləcə də politoloqlar bir xoş ortam var və bu vətən torpağında yenidən birlikdəyik və bu da əlavə bir xoş hiss yaratmaktadır. Çox sağ olun, təşəkkür edirəm. Bu anları lentə alırsınız. Sağ olun, çox sağ olun. Uğurlar sizə. Və əziz tamaşaçılar, bildirdiyim kimi Laçında belə bir gözəl bir tədbirə gəlmişdik və bizim burada Laçında bugün işlərimiz çoxdur. Vaxtımız isə məhduddur, yol uzaqdır bilirsiniz və bu gözəl həkərini hələ ki burada tərk edirik, amma qarşıda əlbəttə ki reportajlarımız olacaq.